Əlif Ələmi, başlı bir faciəsindən 33 il keçir. Bilirəm ki, hər dəfə o təəssüratları yaşayırsınız. Onun haqqında da bir roman yazmışsan. Nələr qalıb yadında? Zahir müəllim, getdim kəndimizə işğaldan sonra. Talanıb getmişdi, var qalmamışdı. Evlərdən yoxdu əsər, əlamət, ocaqlar sönmüşdü, qor qalmamışdı. Bizim gördüyümüz mənzərə itib, indi həmin vaxtdan neçə il ötüb. Sel aparıb, ağac tutub, ot bitib, hərəkət etməyə yol qalmamışdı. Səmtin dəyişmişdi, Barıslı çayı. Tamam meşə idi, kəndin otayı. Daşları qaldırıb bir qonurayı, qarışqa gəzirdi, bal qalmamışdı. Sükut içindeydi gəzdiyim dağlar. Elə bil yoxmuş o gözəl çağlar. Baxımsız qalmaqdan quruyub bağlar, ağacın üstündə bar qalmamışdı. Gördükcə yazacam hələ gerisin. Yağların ömrü günü çürüsün. Elə sarsılıbdı necə gerisin. Sönməzdə getməyə hal qalmamışdı.